Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Deməli, İMHŞM kitabından olan yaş məsələlərinə qaldığımız yerdən davam edirik. 51-ci sualda deyir, Əsmərin 10, Fidanın 12 yaşı var. Neçə il sonra onların yaşlarının cəmi 40 olacaq. Deməli, Əsmərin 10 yaşı var. Fidanın isə 12 yaşı var. Neçə il sonra deyirsə, yəni üzərindən 2 il qədər vaxt keçib və onların yaşlarının cəmi 40-a bərabər olub. Bu zaman məlumları 1 toplayırıq, məhsulları 1. Yəni 10 ilə 12-ni topladıq 22, üstə gəlinsin x-lər, yəni 2 dənə x olduğu üçün 2x yazırıq, 40-a bərabər. 2x bərabərdir 40-dan 22 çıxanda 10, 8, x də verdi bizə 9. Tapdığımız x burada neçə il sonra soruşduğu üçün, 9 il sonra, yəni onların yaşlarının cəmi 40-a bərabər olmuş olacaq. Cavabımız oldu D variantı. 52-ci sual. Firuzun yaşı Asəfin yaşından 3 dəfə çoxdur. Deməli, Firuzun yaşı, bir də kim var? Asəf var. Asəfin 2 yaşı var. Firuzun 3 dəfə çox olduğu üçün 3x yaşı olub. 4 il sonra. Yəni, hər birinin üzərinə 4 gəlirəm. Çünki biri 4 yaş böyüyəndə digəri də 4 yaş böyümüş olacaq. 3x-in üzərinə 4 gəldim və x-in də üzərinə 4 gələndə və onların yaşlarının cəmi 4 il sonra 40-a bərabər oldu. Bu zaman yenə məhsulları 1 toplayıram. 3x-lə x-i topladım, 4x verdi. Üzərinə 8 gəldim, 40-a bərabər oldu. 4x bərabərdir. 40-dan 8 çıxdım, 32. X də verdi bizə 8. Deməli, cavabımız 8-ə bərabərdir. Amma x-i tapdığımız üçün 8 deyil. Yəni, burada x-in cavabı 8 olduğu üçün Asəfin yaşına biz x qoymuşduq axı. Bu üstə gəlinsin 4-də 4 il sonraki. Amma 4 il sonranı demir. Bizə deyir ki, Asəfin neçə yaşı var? Asəfin yaşı 8-ə bərabərdir. 53. Mənsimin yaşı Anarın yaşının 3 mislindən 1 vahid çoxdur. Deməli, Mənsimin yaşı bir də Anarın yaşı. 3 mislindən 1 vahid çox demək, yəni 3x plus 1 yazırıq. Buna da x yazırıq. Görürsünüz, Anara mən x yazsam, Mənsimə 3 mislindən 1 vahid çox yazaraq, yəni 3x plus 1. Bunların yaşlarının cəmi 49-dur. Yəni, alt-alta toplasaq məhsulları 3x-dən x 4x verəcək. Üzərinə 1 gəlirəm. Bərabər olacaq 49-a. 4x 49-dan 1 çıxdım 48. X də verdi bizə 12. Deməli, aparıb yerinə qoyanda Mənsimin yaşı olur 37. Yəni, 3-ü 12-yə vururam 36. Üzərinə 1 gəlirəm 37. Anarın da yaşı 12 olur. Deyir ki, Anar doğulanda Mənsim neçə yaşında idi? Anar doğulanda Mənsim neçə yaşında deyirsə, yəni demək istəyir ki, bunların arasındakı yaş fərqi nə qədərdir? 37-dən də 12 çıxacam, eləyəcək 25-ə bərabər. Cavab oldu A variantı. 54. Azad 26, Tural 12 yaşındadır. Neçə il sonra Azadın yaşı Turalın yaşına 2 dəfə çox olar? Baxın, Azad 26, Tural 12 yaşındadır. Neçə il sonra, yəni x il sonra deyir, Azadın yaşı Turalın yaşından 2 dəfə çox olacaq. Bax, hər ikisini yazıram bura. 12, üstə gəlsin x bərabər. İndi mən 2 dəfə çoxu kimə yazım? Deyir, Azadın yaşı Turalın yaşından 2 dəfə çox olur. Onda azı mən azı 2-yə vurmalıyam ki, çoxa bərabər olsun. 26 üstə gəlsin x bərabərdir. 2-ni 12-yə vurdum 24, üstə gəlsin 2x. 26-dan 24 çıxdım, 2 bərabərdir x-ə. Deməli, 2 ildən sonra Azadın yaşı Turalın yaşından 2 dəfə çox olacaq. Sonra gəlirik 55-ci suala. Ananın 32, qızının isə 8 yaşı var. Neçə ildən sonra ananın yaşı qızının yaşının 2 misli olar? Deməli, ana 32, qızının 8 yaşı var. Neçə ildən sonra? Görürsünüz, neçə ildən sonra harada varsa x-ləri yazın qabağına. Yəni, üstə gəlsin x. Deyir, neçə ildən sonra ananın yaşı qızının yaşına 2 misli olar? Deməli, qızının yaşını 2-yə vurmalıyıq ki, ananın yaşına bərabər olsun. 32 plus x. Aha. 2-ni 8-ə vurdum 16, üstə gəlsin 2x bərabərdir 32, üstə gəlsin x. İndi nə edirik? 2x-dən x çıxırıq, x qalır, 32-dən də 16 çıxırıq, elə 16-nın özünə bərabər olur. Cavabımız oldu Y variantı. 56. Oğul 12, ata 42 yaşındadır. Deməli, oğul, bir də ata yazıram. Oğula 12 yazıram, ataya 42 yazıram. Neçə ildən sonra, yəni x ildən sonra oğlunun yaşının 3 misli atanın yaşına bərabər olacaq. Deməli, x ildən sonra oğlunun yaşının 3 misli
atanın yaşına bərabər olacaq x. 3'ü vurdum 12'ye 36 üstə gəlinsin 3x bərabərdir 42'nin üzərinə x gəlirik. İndi nə edirik? Məhculları sola, məlumları sağa yığırıq. 3x-dən x çıxırıq 2x bərabərdir 42'dən 36 çıxanda 6 x də verdi bizə 3. Deməli cavabımız A variantına bərabərdir. 57. Atanın 51, oğlunun 13 yaşı var. Ata 51, oğlun 13 yaşı var. Neçə ildən sonra atanın yaşı oğlunun yaşından 3 dəfə çox olar? Yəni x ildən sonra atanın yaşı oğlunun yaşından 3 dəfə çox olar. Atanın 3 dəfə çox olarsa oğlu 3'ə vururuq ki, ataya bərabər olsun. Bərabərdir 51 üstə gəlsin x. 3'ü 13'ə vurdum 39 üstə gəlsin x bərabərdir 51 üstə gəlsin x. Yox 3x olacaq burada. 3x-dən x çıxdıq, qaldı 2x bərabərdir 51'dən 39 çıxanda 2, bu da 12, x də bərabərdir 6. Deməli, bizim cavabımız nədir? Neçə ildən sonra atanın yaşı oğlunun yaşından 3 dəfə çox olacaq? 6 ildən sonra. 57'də cavab oldu D variantı. 58. Ananın yaşı 31. Bax, ana 31. Sonra nə deyir? Əkiz qızlarının yaşlarının cəmi 8'dir. Bax, birinci qız, ikinci qız yazıram. Bunların yaşlarının cəmi 8'dir. Neçə il sonra ananın yaşı qızların yaşları cəmindən 2 dəfə çox olacaq? X il qədər keçir, amma bunlar üçün 2x il qədər keçir. Niyə görə? Çünki əkizdirlər. Mən əgər bu ikisinin yaşlarının cəminə 8 yazmışamsa, x ildən sonra hər biri, yəni ki, məsələn, bax, birinci qızda x il qədər böyüdü, ikinci qızda x il qədər böyüyəcək, ümumiyyətlə 2x il qədər böyümüş olacaqlar. O zaman nə edirəm? Neçə il sonra ananın yaşı qızların yaşları cəmindən 2 dəfə çox olacaq. Deməli, 8 plus 2x, bunu vururam 2-yə, bərabər edirəm 31 üstə gəlsin x-ə. Burada, yəni, sizin bəlkə də yanlış olma səbəbiniz olub ki, təkcə üzərinə x gəlmişsiniz, 2x gəlməmişsiniz. Amma əkiz qızlar deyirək. 2-ni 8-ə vurdum 16. Üstə gəlinsin 2, 2, 4x bərabərdir 31 üstə gəlsin x. 4x-dən x çıxdım, qaldı 3x bərabərdir 31'dən 16 çıxdım 15'ə, x də verdi bizə 5. Deməli, cavabımız A variantına bərabər olmuş olacaq. 59. Ananın 42, qızının 9 yaşı var. Bax, ana 42, qızının 9 yaşı var. Neçə ildən sonra ananın yaşı qızının yaşından 4 dəfə çox olacaq? Neçə ildən sonra dedisə, x-ləri yazdıq yerinə. Deməli, məhculları bir, məlumları bir topla. Yox, neçə ildən sonra ananın yaşı qızının yaşından 4 dəfə çox olacaq deyir. Hə, ananın yaşını olduğu kimi yazıram. Qızının yaşını 4'ə vururam. Çünki qızının yaşı az olduğu üçün, çoxa bərabər olmağı üçün mən 4'ü aza vurmalıyam. 42'nin üzərinə x-i gəlirəm. Bərabərdir 4, 9'un 36 üstə gəlsin 4x-ə. İndi məlumları solda saxlayıram ki, mənfi alınmasın. 42'dən 36 çıxıram, 6 bərabərdir 4x-dən də x çıxıram, 3x. X də verdi bizə 2. Cavabımız oldu 59'da B variantına bərabər. İndi nə deyir? Ananın 46 yaşı, oğlunun isə 10 yaşı vardır. Neçə ildən sonra? Aha, ana 46, oğlunun 10 yaşı var. Neçə ildən sonra? Yəni x ildən sonra ananın yaşı oğlunun yaşının 3 dəfə çox olacaq. Deməli, oğlunun yaşını 3'ə vurmalıyam ki, ananın yaşına bərabər olsun. 3'ü vurdum 10'a 30, üstə gəlsin 3x bərabərdir. 46'nın üstünə x gəlirəm. İndi 3x-dən x çıxanda 2x qalır. 46'dan da 30 çıxanda 16 qalır. X də verdi bizə 8. Cavab oldu Y variantı. 61-ci sual. 61'də deyir, atanın yaşı 3 uşağın yaşları cəmindən 28 vahid çoxdur. Atanın yaşı, bax, ata yazıram. Atanın yaşı 3 uşağın yaşları cəmindən 28 vahid çoxdur. Bu uşaqlara yaşları cəminə x deyirəmsə, atanın yaşına mən x plus 28 deyəcəm. Niyə görə? Deyir ki, 3 uşağın yaşları cəminə. Ayrı-ayrılıqda uşaqların yaşını yazmayıb bizə. Bizdən 3 uşağın yaşlarının cəmindən deyir 28 vahid çoxdur.
3 uşağın yaşının cəmini x desəm, ata yaşı da x plus 28 olacaq. Neçə ildən sonra, yəni x ildən sonra bunlara da x il gələcəm, amma 3x il gələcəm. Çünki 3 uşaq deyir. Onların neçə ildən sonra atanın yaşı uşaqların yaşlarının cəminə bərabər olur. Aha, x-ləri bir toplayıram. 2x üstə gəlsin 28 bərabərdir. X və 3x oldu 4x. İndi 28 qalır yerində. 4x-dən 2x çıxıram. 2x qalır. X də verir bizə 28-i 2-yə böləndə 14. Cavab oldu Y variantı. 62. Atanın yaşı 3 uşağın yaşları cəmindən 48 vahid çoxdur. Deməli, əgər atanın yaşı bir də 3 uşaqların birlikdə yazırıq da, 3 uşağın yaşları cəmindən 48 vahid çoxdursa, uşaqların yaşlarının cəminə x deyəndə ataya x plus 48 deyəcəm. Neçə il sonra, yəni x il sonra hər biri x il böyüyəcək, amma bu 3x il böyüyəcək, çünki 3 uşaqdan söhbət gedir. Neçə il sonra atanın yaşı uşaqların yaşları cəminə bərabər olar. Yenə x-lər topladıq 2x elədi, üstə gəlmişsin 48 bərabərdir. X-in üzərinə 3x gələndə 4x. 48 bərabərdir. 4x-dən 2x çıxdım 2x. X də verdi bizə 24-ə bərabər. Cavab oldu A variantı. 63. Ananın yaşı 36. Anaya yazırıq 36. İki qızının yaşlarının cəmi 24-dür. Bax, qızlar yazıram 24. Yaşlarının cəmi. Neçə il sonra ananın yaşı qızların yaşları cəminə bərabər olar. X il sonra plus bu 2x böyüyəcək, çünki 2 qız var. Çünki 2 qız deyir də. Onda 36 plus x bərabərdir 24, üstə gəlsin 2x. İndi 36-dan 24 çıxıram, qalır 12 bərabərdir. 2x-dən də x çıxanda x. Deməli, 12 ildən sonra ananın yaşı qızlar yaşları cəminə bərabər olar. İstəsəniz yerinə qoyub yoxlaya da bilərsiniz. Yəni 12 ili. 64-cü sual. Ananın 34 yaşı var. Uşaqların yaşlarının fərqi 7-dir. Neçə il sonra ananın yaşı uşaqların yaşları fərqinin 6 mislinə bərabər olar. Deməli, ananın yaşı əgər 34-dürsə, uşaqların yaşlarının fərqi 7-dir. Deməli, birinci uşaq var, bir də ikinci uşaq var. Biri birindən 7 yaş böyükdür. Belə yazaq. Fərqi deyirsə, yəni aralardakı yaş fərqi 7-dir. Biri digərindən 7 yaş böyükdür. Neçə il sonra ananın yaşı uşaqları yaşları fərqinin 6 mislinə bərabər olar. Deməli, uşaqların yaşları fərqi neçədir? 7. Yaşları fərqinin 6 mislinə, yəni 42-yə bərabər olar deyir. Yəni, üzərindən x il qədər keçsə, 34 plus x il qədər keçsə, 42-yə bərabər olacaq. Çünki yaş fərqi dəyişmədiyi üçün neçə il sonra olur olsun, yaş fərqi 7 olacaq da. 7-dən bir uşaqların yaşlarının fərqindən 6 mislinə bərabər olar. Onda nə edirəm? X də bərabərdir. 42-dən 34 çıxıram, 8-ə bərabər. Cavab oldu D variantı. 65. Arif ilə Raminin yaşlarının fərqi 40-dır. Yəni, bu o deməkdir ki, aralarındakı yaş fərqi 40-dır, biri digərindən 40 yaş böyükdür. Arifin yaşı Raminin yaşından 5 dəfə çox olarsa, Arifin neçə yaşı var? Əgər fərqi 40-dırsa və Arif və Raminin yaşlarını deyirsə burada, yəni Arifin yaşı Raminin yaşından 5 dəfə çoxdur. 5-i x buna qoyuram, x buna yazıram ki, biri Arifin yaşı Raminin yaşından 5 dəfə çox olsun. Və bunların yaşlarının fərqi 40-a bərabərdir. Onda 4x 40-a bərabər olacaqsa, x də bərabər olacaq 10-a. Cavabımız oldu. Arifin deyir neçə yaşı var? Yox, Arifin artıq 10 yox, 5x, yəni 5 olsun 10 yaşı var. 50. Cavabımız oldu A variantı. 66-cı sual. Atanın yaşı oğlunun yaşından 5 dəfə böyükdür. Bax, ata, oğul. Ataya 5-i qız, oğula x yazır. 6 il sonra onların yaşlarının fərqi 24. İndi mənə deyin görüm, əgər 6 il sonra yaşlarının fərqi 24 olacaqsa, bəs indi yaşlarının fərqi nə qədərdir? Yenə də 24-dür. Ona görə də 5x-dən x çıxıram, 24-ə bərabər edirəm. 4x də 24-ə bərabərdirsə, x onda 6-ya bərabər olur. Cavab oldu A variantı. Səid ilə Vüqarın yaşlarının cəmi 35-dir. 2 il sonra Vüqarın yaşı Səidin yaşından 2 dəfə çox olar. Vüqarın indiki yaşı neçədir? Bax, Səid, bir də Vüqar.
Bunların yaşlarının cəmi nəyə bərabərdir? 35-ə bərabərdir. Bu zaman nə edirəm? Birinə x yazanda digərinə 35 çıxılsın x yazıram. Çünki yaşlarının cəmi deyir. Yəni ikisinin yaşını toplasan 35-ə bərabər olacaq. 2 il sonra, yəni hər biri 2 yaş böyüyəcək. Vüqarın yaşı Səidin yaşından 2 dəfə çox olar. Vüqarın yaşı Səidin yaşından 2 dəfə çox olarsa, biz Səidin yaşını 2-yə vurmalıyıq ki, Vüqarın yaşına bərabər olsun. X plus 2 bərabərdir 35 çıx x plus 2-yə. Deməli, 2-ni vurduq x-ə, 2x plus 2 üçün 4 bərabərdir 35 çıxılsın x plus 2. X-ləri bir tərəfə 2x-lə x-in topladıq 3x verdi, bərabərdir 35-in üzərinə 2 gəldim 37, 4-ünü çıxdım 33, x də verdi bizə 11. Cavabımız oldu D variantı. 68-ci sual. 68-ə deyir, ata ilə oğlunun yaşlarının cəmi 33-dür. Bax, ata, bir də oğul. Yaşlarının cəmi 33-dürsə, birinə ataya x deyirəm, oğula 33 çıxılsın x deyirəm. 6 il sonra, yəni hər biri 6 yaş böyüyəcək. Ata oğlundan 4 dəfə böyük olacaq. Ata oğlundan 4 dəfə böyük olacaqsa, mən oğlu 4-ə vururam ki, atanın yaşına bərabər olsun. 33 çıx x plus 6 bərabərdir x plus 6-ya. Bunun yerini belə dəyişik də yaza bilərdik. Məsələn, oğula x yazardıq, ataya 33 çıxılsın x. Onda işimiz daha rahat olardı. Yəni, fərqi yoxdur. Yenə də onsuz da yenə gəl. Həm bununla yazaq, həm onunla yazaq. Deməli, 4-ü vurdum 33-ə. Verdi bizə 4 dənə 30-un 120, 3 4-ün 12, 132 çıx 4x plus 4 6-ın 24 bərabərdir x plus 6. Məhsulları sola, məlumları sağa və yaxud da tərsini də eləyə bilərəm. Məlumları sola yığıram. 132-nin üzərinə 24 gəlirəm. 156, yox, 132 üzərinə 24 gəlirəm. Sonra çıxacam, 6-sını. 156, bəli, 156-dan da 6 çıxıram, 150. Bərabərdir 4x-in üzərinə x gəlirəm, 5x-ə, x də verdi bizə 50. 50 yox, 30. 30, 150-ni 5-ə bölürəm, 30. İndi nə deyir mənə? Atanın neçə yaşı var? Aparıb yerinə qoyuram. Yox, 6 ildən sonra deyirik, 6 ili demir mənə. Elə tapdığım cavab atanın yaşıdır, 30-a bərabər. İndi gəl bunu fərqli necə yazardıq? Məsələn, burada biz oğula 33 çıxılsın x, ataya x yazdığımız yerdə oğula, bax, belə yaza bilərik də. Deməli, ana, ata, bir də oğul. Ataya 33 çıxılsın x yazaram, oğula x yazaram. Sonra 6 ildən sonra o ata oğlundan 4 dəfə böyük olacaq. İndi 4-ü vururam oğlun yaşına ki, atanın yaşına bərabər olsun. Çıx x plus 6. 4-ü vurdum x-ə 4x plus 4 6-ın 24 bərabərdir 33 çıx x plus 6. Yazırıq nəyi? Məhsulları sola yığıram. 4x-i bu tərəfə keçirdim, oldu müsbət x. 4x-i topladım, 5x verdi. Bərabərdir 33 çıx 24 üstə gəlsin 6. 5x bərabərdir. 33-dən 24 çıxdım. Eləyir 9. 9-un üzərinə 6 gələndə 15-ə bərabər olur. X də verir bizə buradan 3. İndi aparıb yerinə qoyanda, bax, bu sonrakı da, bu müsbət üstə gəlsin 6-ları mən sonradan yazdım. Çünki 6 il sonra deyir. Əsas belə yazmışdım da əvvəl. 33 çıxılsın x, burada da x yazmışdım. İndi atanın yaşını istəyirsəm, 33-dən də x-in cavabı neçə idi? 3 idi. 3 çıxacam, verəcək bizə 30. Yəni, yenə də eyni cavab alınır. Sadəcə, bayaq yazdığımızda bir dəfəlik atanın yaşını tapmışdım. İndi isə x-i, yəni oğlunun yaşını tapdım. 33-dən də oğlunun yaşını çıxanda atanın yaşını vermiş oldum. Daha sonra keçirik 69-cu suala. 69-da deyir, Aysil Həsəndən 28 yaş böyükdür. 12 il sonra Aysil Həsəndən 3 dəfə böyük olacaq. Aysil Həsəndən 28 yaş böyükdür. Deməli, Həsən x-dir ki, Aysil ondan x plus 28 yaş böyükdür. 12 il sonra, 12 il gələcəm üzərinə
Və burada da 12 il gələcəm. 12 ildən sonra Aysel Həsəndən 3 dəfə böyük olacaq. Deməli, Həsənin 3-ə vuracam ki, Ayselin yaşına bərabər olsun. Bərabərdir x plus 28 ilə 12-ni topladım, 40-a bərabər oldu. İndi 3-ü vuram x-ə 3x plus 3 dənə 12-nin 36 bərabərdir x plus 40. 3x-dən x çıxdım, 2x qaldı, bərabərdir. 40-dan da 36 çıxdım, 4 qaldı, x də verdi bizə 2. Neçə il, 12 ildən sonra indi Həsənin deyir neçə yaşı var? Hə, indi Həsənin görək neçə yaşı var? 12 yaşı var. Yox, indi Həsənin görək neçə yaşı var? Biz əgər 3x-dən x çıxdıq, 2x qaldı. 2x bərabərdir 4, x də verdi bizə 2. Bəli, elə Həsənin 2 yaşı var da. Çünki x-imizi tapırdıq. Bəli, cavabımız A variantı. 70. Babanın 63, nəvələrinin isə 12, 15 və 18 yaşı var. Baba 63-dür. Birinci nəvə, ikinci nəvə, bir də üçüncü nəvə. Deməli, birinci nəvənin 12, ikinci nəvə 15, üçüncü nəvə 18. Neçə il sonra nəvələrinin yaşları cəmi babaların yaşına bərabər olur. Hər biri x il qədər böyüyəndən sonra həmin bunların yaşları cəmi buna bərabər olur deyir. 12, 15 və 18-i toplayanda 12 ilə 18 verir bizə 30, üzərinə də 5, 45. 45 plus 3x bərabərdir 63 plus x-ə. İndi 3x-dən x-in çıxdım, 2x qaldı, bərabərdir 63-dən də 45 çıxacam. 60-dan da 45 çıxanda 18-ə bərabər olacaq. X də bərabər olacaq 9-a. Cavabımız oldu 70-ci sualda B variantı. 71. Babanın 70, nəvələrinin 12, 14 və 16 yaşları var. Neçə il sonra? Yenə də bax, 70-dirsə hərəsinin üzərinə x il gələcəm. X il. Bax, x il gələcəm. Deyir, neçə il sonra? Bunların yaşlarının cəmi buna bərabər olar. Yenə 70 plus x bərabərdir 12, 14 və 16. 14 və 16, 30, o da 12, 42. Üstə gəlsin 3x. İndi 70-dən 42 çıxıram. Neçə qalır? Ondan 2, 8, 6-dan 4, 2, 28 bərabərdir 2x-ə. X də verir bizə 14. 71-də cavabımız oldu C variantı 14-ə bərabər. 72-ci suala baxırıq. Deməli, nənənin 68, nəvələrin 9, 11 və 14 yaşları var. Neçə il sonra nəvələrin yaşları cəmi nənələrin yaşlarına bərabər olur. Yenə x il gələcəm hər birinin üzərinə. Təbii ki, nənənin də yaşının üzərinə x il gələcəm. Çünki yaşı bilmirik. 68 üstə gəlsin x bərabərdir. 9 və 11, 20. 20 üzərinə 14 gəldim, 34. Üstə gəlinsin 3x. 68-dən 34 çıxacam. Bərabərləyəcəm, 3x-dən də x çıxacam 2x-ə. Deməli, 68-dən 34 çıxanda, elə 34 eləyəcək, bərabərdir. 3x-dən də x çıxanda 2x. X də verdi bizə 17. Cavab oldu Y variantı, 17-yə bərabər. 73. Atanın 30, uşaqlarının 4, 5 və 7 yaşları var. Neçə il sonra atanın yaşı uşaqların yaşları cəminə bərabər olacaq? Yenə də x-ləri yazırıq qarşısına. Yəni toplayırıq x-nə. Bunun yaşı, atanın yaşı, bax bu uşaqların 3 nəfər uşağın yaşının cəminə bərabər olacaq. Onda 30 plus x bərabər olur. 4, 5, 9, üzərinə 7, 16, üstə gəlinsin 3x-ə. İndi burada 30-dan 16 çıxıram. Qalır neçə? 14 bərabərdir 2x-ə. X də verdi bizə 7. Cavab oldu Y variantı 7-yə bərabər. 74. Baba 71, nəvələri 12 və 10 yaşındadır. Neçə ildən sonra babanın yaşı nəvələrinin yaşları cəmindən 3 dəfə çox olacaq. Deməli, x ildən sonra hər birinin üzərinə bax, x il gələcəm üzərinə. Neçə ildən sonra babanın yaşı, bax bu, yəni 71 üstə gəlsin x. Babanın yaşı. Nəvələrin yaşları cəmindən 3 dəfə çox olacaq. Babanın yaşı deyir çox olacaqsa, onda nəvəni 3-ə vuracam ki, babanın yaşına bərabər olsun. 3, 12 ilə də 10, 22, üstə gəlsin 2x.
71 üstə gəlsin x bərabərdir. 3'ü 22'yə vurdum 66 üstə gəlsin 3 2'nin 6x-ə. 71'dən 66'nı çıxıram, qalır 5 bərabərdir. 6x-dən də x-ni çıxıram 5x. X də verdi bizə neçə? 1. Cavab oldu A variantı. 75. Baba 78, nəvələri isə 8 və 16 yaşındadır. Deməli, baba 78'dir, nəvələri birinci nəvə deyək, ikinci nəvə. Balaca nəvəsi 8 yaşındadır, böyük nəvəsi 16 yaşındadır. Neçə ildən sonra? Yəni, x ildən sonra babanın yaşı nəvələrinin yaşları cəmlə 2 dəfə çox olacaq. Babanın yaşı 78 plus x-dir. Nəvələrin yaşı 8 və 16'nı topladım 24. Üzərinə gəlirəm, 24'ün üzərinə gəlirəm 2x-i və az olan bu tərəf olduğu üçün buranı 2'yə vururam. Bərabər edirəm. 78 üstə gəlsin x bərabərdir. 2 dənə 24'ün 48 üstə gəlsin 2 2'nin 4x. 78'dən 48 çıxıram 30 bərabərdir. 4x-ın da x çıxıram 3x. X də verdi bizə 10. Cavab oldu C variantı. Sonra keçirik 76-cı sual. İsmail 60, uşaqlarının 9, 12, bir də 4 yaşları var. Neçə ildən sonra İsmailin yaşı uşaqların yaşları cəminin 2 misli idi. Neçə il sonra? Hə. Deməli, hər birinin yaşının üzərinə x il qədər yaş gəlirəm. X il qədər yaş gəlirəm. Olur belə. 60 üstə gəlinsin x bərabərdir. 9 ilə 12, 21 üstünə 4, 25. Üstə gəlinsin 3x. Neçə ildən sonra İsmailin yaşı uşaqların yaşları cəminin 2 mislidir. Deməli, bunu da 2'yə vuracam ki, çoxa bərabər olsun. 60 üstə gəlsin x bərabərdir. 2 dənə 25'in 50 eləyir. Üzərinə gəlirəm. 2 üçün 6x. 60'dan 50'ni çıxıram 10 qalır, bərabərdir. 6'dan da 6x-dən də bir x-ni çıxıram 5x qalır. X də verir bizə 2. Cavab oldu A variantı. 77. Ananın 38, qızının isə 8 yaşı var. Yazıram ana 38, qızına isə 8 yaş. Neçə ildən sonra ananın yaşının qızının yaşına nisbəti 4'ə bərabər olar? X ildən sonra bunların yaşının nisbəti 4'ə bərabər olur. Nisbət sizi çaşdırmasın. Yəni demək istəyir ki, ananın yaşını qızının yaşına böləndə 4'ə bərabər olur. Yəni biz bunu kəsir xətti ilə yazsaq 8 plus x bərabər 4. Buradan da çarpaz şəkildə vuracağıq. Olacaq, bu tərəfdən yazım. Ya da buradan yazım, silərəm. Olacaq, bax belə. Elə bir çarpaz şəkildə vuranda 38 üstə gəlsin x bərabərdir. 4'ü vuracam 8 plus x-ə. 4 8'in 32 üstə gəlsin 4x. Bax, bərabər olacaq buna. 38'dən 32 çıxacam 6 qalacaq, bərabərdir. 4x-dən də x çıxacam 3x qalacaq. X də verəcək bizə 2. Cavabımız oldu A variantı. 78. Babanın 58, 3 nəvəsinin isə cəmi 24 yaşı var. 3 nəvəsinin isə cəmi 24 yaşı var. Neçə ildən sonra babanın yaşının nəvələrinin yaşlarının cəminə nisbəti 2'yə bərabər olacaq. Deməli, 58'dir. Nəvələrinin də yaşlarının cəmi 24'dür. Neçə ildən sonra? X ildən sonra, x ildən sonra. Bunların nisbəti, yəni böləndə 2'yə bərabər olsun. Neçə ildən sonra babanın yaşının, nəvələrin yaşları cəminə nisbəti 2'yə bərabər olacaq. Bəli. Çarpaz şəkildə vursaq, 58 üstə gəlsin x bərabər olacaq. 2'ni vuracaq, bax bura. 2'ni vurdum 24'ə 48, üstə gəlinsin 2x. 58'dən 48 çıxıram 10. Bərabərdir. 2x-dən də x çıxıram x. Deməli, nəyə səhv yazdıq? Gözləyim bir dəqiqə. 48. Deməli, babanın 58 3 nəvəsinin yaşlarının, 3 nəvəsinin deyirsə, buna axı 3x gələcək. Görürsünüz, mən də səhv yazdım. Deməli, silirik. Bir nəvədən söhbət getmir, axı təkcə x gələk. Deməli, babanın 58, bu yazaq bura baba. Babanın 58, 3 nəvəsinin, bax, nəvələrinin yaşlarının cəmi 24'dür. Neçə ildən sonra? X il buna gələcək, amma buna 3 nəfər olduğu üçün 3x il gələcək. Yəni, 58'i üstə gəlsin x-i bölsəm 24 plus 3x-ə
Mənə verəcək 2. İndi çarpaz şəkildə vursam, 58 üstə gəlsin x bərabərdir 2, 24 üstə gəlsin 3x. Bax belə. İndi 58 üstə gəlsin x bərabərdir 2 dənə 24-ün 48 üstə gəlsin 2 üçün 6x. 58-dən 48 çıxdım elədi 10 bərabərdir. 6-dan da x çıxdım, yəni 1 çıxdım 5x. X də verdi bizə 2. Cavab oldu A variantı. 79. Nənənin yaşı 3 il yaş fərqi ilə anadan olan 3 nəvəsinin yaşları cəminə bərabərdir. Deməli, nənənin görə neçə yaşı var? 69 yaşı var. 3 il yaş fərqi ilə anadan olan 3 nəvəsi. Bax, birinci nəvəsi, ikinci nəvəsi, bir də var üçüncü nəvəsi. Bunların yaşlarının arasında 3 yaş fərq var. Yəni, balaca nəvə x-dirsə, böyük nəvə x plus 3 yaş böyükdür. Ən böyük nəvə isə balaca nəvədən 6 yaş böyükdür. Yəni, x plus buna da 6 yazacağım. Niyə görə? Çünki, bax, aralarında 3 fərq oldu da, yəni 3 yaş fərq oldu. Nə deyir? Nənənin yaşı 3 il yaş fərqi anadan olan 3 nəvəsinin yaşları cəminə bərabərdir. Nənənin 69 yaşı olduğu məlumdursa, böyük nəvə. Bizə bu lazımdır. Bu zaman 3x plus, yəni bu x-ləri bir topladım. 3x plus 3-ün üstünə 6 gəlirəm, 9 eləyir, bərabərdir 69-a. 3x 60-a bərabər olursa, x də 20-yə bərabər olur. Neçə ildən sonra deyirsə, neçə ildən sonra demir. Deyir ki, böyük nəvənin neçə yaşı var? Hə, aparıq x-in yerinə 20 qoyuruq və üzərinə 6 gəlirik. Verir 26, cavab C variantı. 80. Murad ilə Uğurun yaşlarının fərqi 12, yaşlarının cəmi 30-dur. Bax, Murad, bir də Uğur var. Murad da Uğurdan böyük olduğu məlumdursa deyir. Onun yaşını tapın, yəni Muradın yaşını istəyir. Muradla Uğurun yaşlarının fərqi, yəni Muradın yaşına Uğurun yaşını çıxsaq 12 verəcək. Muradla Uğurun yaşını toplasaq bizə 30 verəcək. Biz də belə bir misal mən hər dəfə deyirəm ki, məsələn, ədəd məsələlərində qarşımıza çıxır. Deyirik ki, 2 ədədin cəmi, 2 ədədin fərqi. Necə tapırdıq böyüyü? Murad da böyük olduğu üçün 30 üstə gəlsin 12-ni bölürdük 2-yə. Bu eləyirdi neçə? 30-dan 12, 42. 2-yə də böləndə neçə eləyir? 21-ə bərabər eləmiş olur. Cavab A variantı 21. Əgər bizdən Uğurun yaşını soruşsaydı, 30-dan 12 çıxıb 2-yə bölərdik. 81. Yaşlarının cəmi 42 olan 3 dostun yaşlarının nisbəti 1-in 2-yə və 3-ə nisbətidir. Ən böyük dost neçə yaşındadır? Deməli, bu 1 bölünsün 2 bölünsün 3 demək. Yəni, birinə 1k deyə bilərəm və yaxud x deyə bilərəm. İkinciyə 2k-dır, üçüncüyə 3k-dır. Ümumilikdə bunların yaşlarının cəmi 42-dir. 6k 42-dirsə, k verir bizə 7. Məndən də böyük dostu istəyir. Yəni, böyük dost buradakına bərabərdir. Yəni, 3-ü vururam. K neçədir? 7-yə, 21-ə bərabər olur. 82-yə baxırıq. Nənənin yaşı 4 il yaş fərqi ilə anadan olan 3 nəvəsinin yaşları cəminə bərabərdir. Deməli, nənənin 66 yaşı olduğu məlumdursa, kiçik nəvənin neçə yaşı var? Birinci nəvə, ikinci nəvə, bir də üçüncü nəvə var. Kiçik nəvə x yaşındadır. Ortancıl nəvə kiçik nəvədən 4 yaş böyükdür. Lap böyükdə kiçik nəvədən 8 yaş böyük olacaq. Çünki aralarında 4 yaş fərq var. İndi bunların yaşlarının cəmi nənənin yaşına bərabərdir. Yəni 3x plus 12 66-ya bərabərdir. Üstü 3x də bərabərdir. 66-dan 12 çıxıram. 6-dan 2 4, burada da 5. X də verdi bizə 18. Kiçik nəvənin neçə yaşı var? Elə x-in özü kiçik nəvənin yaşıdır. 82, 83-ə baxırıq. Bunu birinci silək, bu tərəfə keçmişdik bəyək. 83. Orxanın yaşı 2 il yaş fərqi ilə anadan olan 4 uşağın yaşları cəminə bərabərdir. Orxanın 56 yaşı var. Bax, Orxanın 56 yaşı var. 4 uşaq var. 4 uşaq var. 2 uşaq, 3 uşaq, bir də 4 uşaq var. 2 il yaş fərqi var.
ən balacası x yaşında, ikincisi x plus 2, üçüncüsü x plus 4, dördüncüsü x plus 6 yaşında. Deyir, Orxanın yaşı bunların yaşının cəminə bərabərdir. Yəni 56 bərabərdir 4x plus 12-yə. İndi buradan 4x bərabərdir. 56-dan 12 çıxanda 6-dan 2 çıxdım 4, 5-dən 1 çıxdım 4. X də verdi bizə 11. Deyir ki, kiçik uşağın neçə yaşı var? Kiçik uşaq ilə x tapdığım kiçik uşağın yaşıdır. 11-ə bərabər Y variantı. 84. Atanın yaşı 3 il fərqlə doğulan 3 uşağın yaşları cəminə bərabərdir. Deməli, atanın yaşı, ata 48 yaşındadır. 48 yaşındadır, yazdıq. Atanın yaşı 3 il fərqlə doğulan 3 uşağın. Deməli, birinci uşaq, ikinci uşaq, bir də üçüncü uşaq var. Aralarındakı yaş fərqi də 3 yaş, 3 yaşdır. Yəni, birinə x, digərinə x plus 3, lap böyüyəsə x plus 6 yazıram. İndi 3x üstə gəlinsin 9 bərabər 48-dirsə, 3x verir 39, x də verir bizə 13. Ortancıl uşaq doğulanda ata neçə yaşındaydı? Ortancıl uşaq doğulanda. Gəl görək, indi hal-hazırda ortancıl uşaqla atanın arasındakı yaş fərqi neçədirsə, elə cavabımda o olacaq. Yəni, x plus 3, yəni 13 üstə gəlsin 3 deməkdir, o da 16. 48-dən də 16 çıxacam. 8-dən 6, 2, 3, 32. Deməli, aralarındakı yaş fərqi 32-dir. Bu da o deməkdir ki, uşaq anadan olanda atanın 32 yaşı var idi. Yəni, ortancıl uşaq anadan olanda. Ona görə cavabımız B-dir. 85. 8 il sonraki yaşının 2 qatının 6 əskiyi 30 olan bir uşaq 3 il əvvəl neçə yaşındaydı? 8 il sonraki yaşını deyir. Hal-hazır. Bax, 8 il sonra deyirsə, yaşının 2 qatının, 2x-in 6 əskiyi 30-dur deyir. Bərabər olur 30-a. 2x bərabərdir 36, x verdi bizə 18. 8 il əvvəl 18 yaşı var idi, indi 10 yaşı var. 3 il əvvəl neçə yaşı var idi? 7 yaşı var idi. Onda cavabım oldu A variantı. 86. 4 il fərq ilə doğulmuş 3 uşağın yaşlarının cəmi 45 yaşındakı atanın 3 il əvvəlki yaşına bərabərdir. 4 il yaş fərq ilə doğulmuş 3 uşağın. Deməli, birinci uşaq x, ikinci uşaq x plus 4-dür, üçüncü uşaq x plus 8-dir. 4 il fərq ilə doğulmuş 3 uşağın yaşlarının cəmi. Yaşlarının cəmi olur 3x plus 12. Bərabər olur, deyir, atanın 45 yaşındakı atanın hazırki yaşına yox, 3 il əvvəlki yaşına bərabər olur. Yəni 42-yə bərabər olur. Onda 3x 30-a bərabərdirsə, x də verir bizə 10. Buna görə ortancıl qardaş 6 yaşında ikən, ortancıl hansıdır? Bax bu. X üstə gəlsin 4, yəni 14. Onun üstünə 4 gələm 14. Buna görə ortancıl qardaş 6 yaşında ikən, yəni 6 yaşında ikən deyəndə 8 il əvvəli nəzərdə tutur da. 8 çıxsam 6 ilyə. 6 yaşında ikən ata neçə yaşında idi? 8 il əvvəl ata 45-dən 8 çıxıram. 45 çıxılsın 8 bərabərdir. 15-dən 8 çıxanda 7, o da 3, 37-yə bərabər. Cavab oldu D variantı. Baxırıq 87-ci suala. 87 deyir, Arzu ilə Şəbnəmin 5 il əvvəlki yaşlarının cəmi 5 il sonraki yaşların cəmindən nə qədər azdır? Bax, hazırki vəziyyət budur. Bax, buradakıdır. 5 il əvvəlki yaşlarının cəmi. 5 il əvvəlki yaşlarının cəmi indiki yaşından 10 vahid az olacaq. Çünki hər biri 5 yaş az olacaq da, yəni azalmış olacaq. Yaşının miqdarını deyirəm. 5 il sonra isə hər biri 5 yaş çoxalmış olacaq. Buradan bura qədər, bax 10 burada, 10 burada. Nə qədər oldu? 20. Deməli, deyir 5 il əvvəlki yaşlarının cəmi 5 il sonraki yaşların cəmindən nə qədər azdır? 20 azdır. 88. 88-də deyir, Yusif 12, Talih 20 yaşındadır. Bax, Yusif 12, Talih 20 yaşındadır. Yusifin yaşının 4 misli, Yusifin yaşının 4 misli, Talihin yaşının 3 mislinə bərabər olar. Hə, neçə il sonra onu oxumamış.
Yəni x il sonra Yusifin yaşının 4 misli 4 12 üstə gəlsin x bərabərdir. 3 vurulsun 20 üstə gəlsin x. Bax bunu demək istəyir. Görsən deyir, neçə il sonra Yusifin yaşının 4 misli, bax bunun 4 misli, bunun 3 mislinə bərabər olur. İndi 4'ü vurdum 12'ye 36 üstə gəlsin 4x bərabərdir. 3 dənə 20'nin 60 üstə gəlsin 3x-ə. 4x-dən 3x çıxdım, x bərabərdir. 60'dan da 36 çıxıram, 24. 24. Harada səhv yazdıq görək. Deməli, Yusif 12, Talih 20 yaşındadır. 20 yaşındadır. Neçə il sonra Yusifin yaşının 4 misli, Talihin yaşının 3 mislinə bərabər olur. Çünki biz burada nəyə səhv yazmışıq? Deyim də, yəni 4'ü 12'ye vurmuşam, 36 yazmışam. Əslində 48 eləməlidir. 60'dan da 48 çıxanda 12 verir. Cavab oldu A variantı 12'ye bərabər. 89. 89'da deyir, Dənizin yaşı Əhmədin yaşının 2 qatı, Kamalın yaşının 3 qatıdır. Deməli, Dəniz, Əhməd, Kamal. Düzdür? Dənizin yaşı elə olmalıdır ki, həm 2'yə bölünə bilsin, həm 3'ə. Buna bir 6x deyək. Dənizin yaşı Əhmədin yaşının 2 qatı. Əhmədin yaşının 2 qatıdırsa, onda bu 3x olacaq ki, Əhmədin yaşına 2 qatı olanda 6x olsun. Kamalın yaşının 3 qatıdır. Onda buna da 2x verəcəm ki, Dənizin yaşı Kamalın yaşından 3x qədər çox olsun. Üçünün yaşlarının cəmi 33'dür. Yəni bunları toplasam 6, 3, bu da 11x verir. Bərabərdir 33'ə. X də verir bizə 3. Dəniz Kamaldan neçə yaş böyükdür deyir. Dənizin 3, 6, 18 yaşı var. 3 üçün 9, 3 üçün 6. Bax, hər birinin yaşını yazdım. Üçünün yaşlarının cəmi 33 olduğunu görə Dəniz Kamaldan neçə yaş böyükdür? Dəniz Kamaldan neçə yaş böyükdür? Yəni 18'dən 6 çıxacam, 12 yaş böyük olacaq. Cavab C variantı. 90. Talih Nərgizdən 5 yaş böyükdür. Talih Nərgizdən 5 yaş böyükdür. X bölü 5. Aygündən 8 yaş kiçikdir. Hə, Aygün də var. Aygündə yazıram. 8 yaş kiçikdir deyəndə, yəni Aygün onda x plus 13 imiş ki, 8 yaş ondan kiçik olub da. Buna görə Nərgiz Aygüldən neçə yaş kiçikdir? Nərgiz Aygüldən 13 yaş kiçik olacaq. Çünki biri x-dir, biri x plus 13'dür. Ona görə 13 yaş kiçik olmuş olacaq. Sonra gəlir 91-ci sual. Ruslan Nimətdən 3 yaş böyük. Deməli, Ruslan Nimətdən 3 yaş böyük. X buna, x plus 3 buna. Rafətdən 6 yaş kiçikdir. Rafət də var. 6 yaş kiçikdir deyəndə x plus 6, yəni buna 9 yazacam da. Görsən, Ruslan Nimətdən 3 yaş böyük oldu. Rafətdən isə 6 yaş kiçik oldu. Buna görə Rafət Nimətdən neçə yaş böyükdür? Rafət Nimətdən 9 yaş böyük olacaq. Görsən, üstə gəlsin 9 var burada. 92. Asim Həsəndən 6 yaş böyük. Baxıram, Asim Həsəndən 6 yaş böyük. X plus 6. Nərimandan 8 yaş kiçikdir. Onda Nəriman neçə yaşındadır? X plus 14 yaşındadır ki, Asim Nərimandan 8 yaş kiçik olur. Onların yaşlarının cəmi 32 olarsa, 3x plus 20, yəni 6 ilə 14 20 elədir. Bu da 32'ye bərabərdirsə 3x olur onda 12, x də 4'ə bərabərdir. Asimin neçə yaşı olduğunu tapın. Asimin yaşı bax x plus 6, yəni 4 plus 6, 10 yaşı var. 93. Aysel Nigardan 8 yaş böyük. Aysel Nigardan 8 yaş böyük. Əslidən 14 yaş kiçikdir. Əslidən isə 14 yaş kiçikdir. Onda əsli neçə yaşında olacaq? X plus 22 olacaq ki, ondan 14 yaş kiçik olsun. Yəni, Aysel əslidən 14 yaş kiçik olacaq. Onların yaşlarının cəmi 90'dır. Yəni, 3x plus 22-dən 8 topladım, 30 elədi. Bunlar da 90'a bərabər oldusa, 3x olacaq 60, x də bərabərdir. 63'ə böləndə 20. Əslinin deyir neçə yaşı var?
20 ilə də 23-ünü topladım. 42-yə bərabər olmuş oldu. 94. Aytən Nicatdan 9 yaş böyük. Aytən Nicatdan 9 yaş böyük. Bax, 9 yaş böyük. Kənandan 6 yaş kiçikdir. Kənandan isə 6 yaş, ona görə Kənana x plus 15 yaza bilərəm. Çünki 6 yaş Aysil Kənandan kiçik oldu. Kənanın yaşı Nicatın yaşının 3 mislindən 1 vay kiçikdirsə, Kənanın yaşı Nicatın yaşının 3 mislindən 1 vay kiçik demək. Yəni 3x minus 1-dən bunu bax Nicatın yaşını 3x 3-ə vuracam, 1 çıxacam. Bərabərdir x plus 15. Bax bu formada olacaq. Bu da 2x bərabərdir 15-in üzərinə 1 gəldim 16, x də verdi 8. Aytənin neçə yaşı var deyir. 8 ilə 9-u topladım 17-yə bərabər oldu. 95. Deməli Səbinə Anardan 12 yaş böyük. Səbinə Anardan 12 yaş böyükdürsə Anara x, Səbinəyə x plus 12. Faiqdən 4 yaş kiçikdir. Faiqdən 4 yaş kiçik deyəndə x plus 16 da budur ki, faiqdən kiçik olsun. Faiqin yaşı Anarın yaşının 3 mislindən, faiqin yaşı yəni x plus 16. Anarın yaşının 3 mislindən 2 vahid kiçikdir. Bu zaman Anarın yaşını 3-ə vuracaq, 2 çıxacaq. Onda 16-nın üzərinə 2 gəldim 18 bərabərdir. 3x-dən də x çıxıram 2x, x də verir bizə 9. Faiqin neçə yaşı var deyirsə, 9 üstə gəlsin 16 bərabərdir 25. Cavab oldu D variantı. 96. Ayxan Rəhimdən 16 yaş böyük. Etibardan 2 yaş kiçikdir. Ayxan Rəhimdən 16 yaş böyükdür. X budur, x plus 16. Etibardan 2 yaş kiçikdir deyirsə, etibara isə nə yazıram? X plus 18 yazıram ki, Ayxan etibardan 2 yaş kiçik olsun. Deməli, etibarın yaşı Rəhimin yaşının 4 mislinə bərabərdirsə, etibarın yaşı x plus 18-dir, Rəhimin yaşının 4 misli də 4x-dir, bərabərdirsə Ayxanın neçə yaşı var? Bu zaman 18 qalır yerində, 4x-dən də x çıxıram, 3x qalır, x də verir bizə 6. Apardım yerinə qoyuram. Nə deyir? Ayxanın neçə yaşı var? Yəni 6-nın üzərinə 16 gəlirəm, 22-yə bərabər olur. Sonraki 97-ci sual. Sadiq Kərimdən 3 yaş kiçik. Sadiq Kərimdən 3 yaş kiçik, Turaldan isə 12 yaş böyükdür. Deməli, Turalın 28 yaşı var. Turalın 28 yaşı varsa, Sadiq Kərimdən 3 yaş kiçik, Turaldan 12 yaş böyükdür. Turaldan 12 yaş böyüksə, Sadiqin deməli 40 yaşı var ki, Turaldan 12 yaş böyük olur. Sadiq də Kərimdən 3 yaş kiçik olduğuna görə, Sadiq Kərimdən 3 yaş kiçik olduğuna görə bu Kərim deməli 43-dür ki, Sadiq ondan 3 yaş kiçikdir. Turalın 28 yaşı olduğuna görə onların 3 ildən sonraki yaşlarının cəmi neçə olur? Demək, hal-hazırdakı yaşlarının cəmi elə də tapa bilərik, belə də. Məsələn, 3 ildən sonra Sadiq olacaq 40 yox, 43 yaşında. Kərim olacaq 43 yox, 46 yaşında. Tural olacaq 28 yox, 31 yaşında. Bunların yaşlarını toplasam 0 bir yadda, 11 bir də yadda 12. 120-yə bərabər olacaq. Y variantı. 98. Ana ilə qızının yaşlarının fərqi 36-dır. 8 il əvvəl ananın yaşı qızının yaşından 10 qatı olduğuna görə qızının bugünkü yaşı neçədir? Baxın, ana ilə qızının yaşlarının fərqi 36-dırsa, 8 il əvvəl də elə 36 olacaq. Ona görə də əgər 8 il əvvəl ana 12 qızı x yaşındaydısa və bunların yaşlarının fərqi 36 idisə, buradan x-i tapanda 36, x də verdi bizə 4. Necə tapdıq? Baxın, əgər ana ilə qızının yaşlarının fərqi 8 il əvvəl 36-dırsa, 8 il əvvəl ananın yaşı, qızının yaşının ana ilə qızının hal-hazırdakı yaşlarının fərqi 36-dırsa, 8 il əvvəl də elə 36 olacaq. Ona görə də 8 il əvvəl ananın yaşı qızının yaşının 10 qatı olduğuna görə 12, birinə də x yazdım və bunlardan çıxdım. Niyə çıxdım? Çünki yaşlarının fərqi 36 deyir axı. Buradan x-i tapanda x 4 verdi. Qızının bugünkü yaşını istəyir. Qızının bugünkü yaşı 4 yox, neçəyə bərabərdir? 4-ün üzərinə
8 gələcəm 12-yə. Çünki 8 il əvvəli biz burada tapmışdıq. 12-yə bərabər. Cavab B variantı. 99. Orxanın yaşı Ümidin yaşının 7 mislidir. Orxan, bir də Ümid. Ümid x-dirsə, Orxan 7x-dir. 5 ildən sonra Orxanın yaşı Ümidin yaşının 4 misli olacaq. Yəni, Orxanın yaşı Ümidin yaşının 4 misli olacaqsa, Ümidin yaşına Orxanı 4-ə vururuq ki, Orxana bərabər olsun. 7x plus 5. 4x plus 4, 5-in 20 bərabərdir. 7x plus 5. Deməli, 20-dən 5 çıxdım, 15 bərabərdir. 7-dən də 4 çıxdım, 3x. X də verdi bizə 3, 5-in 15, 5. Orxanın deyir, neçə yaşı var? Orxanın 7, 5-in 35. 35 yaşı var. Cavab Y variantı. 100-cü sual. 100-cü sualda deyir, Vaqifin yaşı Vüsalın yaşının 3 mislidir. Bax, Vaqifin yaşı Vüsalın yaşının 3 mislidir. Yəni, Vüsalın yaşı x-dir, Vaqifin yaşı 3x-dir. 4 il əvvəl Vaqifin yaşı Vüsalın yaşının 4 misli idi. 4 il əvvəl deyirsə, hər birindən 4 yaş çıxacaq. Bu zaman 3x minus 4, x minus 4 olacaq. Bərabərdir. İndi bunları bərabərləşdirmək üçün azı 4-ə vurmalıyam ki, bərabər olsun. 3x minus 4 bərabərdir. 4x minus 4, 4-ün 16. İndi mənfi 4 müsbət 16 bərabərdir. 4x çıxılsın 3x. Mənfi ilə müsbət mənfi eləyir. Yəni, çıxacaq, böyük işarəsini yazacaq. 12 bərabərdir. 4x-dən də 3x çıxın, x. Deməli, cavabımız oldu 12. Yəni, x-imiz oldu 12 daha doğrusu. Vaqif ilə Vüsalın indiki yaşlarının hasilini tapın deyir. İndiki yaşları budur. Yəni, 12 vurulsun 3, 36 birinin yaşıdır. 12 də birinin yaşı. İndi bunları bir-birinə vuranda 2, 6, 12, 1 yadda, 2, 3, 6, 1 də 7. Üstə gəlsin 6, bu da 3. 2, 13, 1 yadda, 3, 1 də 4. 432-yə bərabər. Belə əziz müəllimlər, yaş məsələsindən də ikinci hissəsində sonuna gəldik. Növbəti izahlarda görüşənə qədər sağ olun.